Bura reklam eləyər o da. Yekdar, Kələbağ, Quldar, Qamqam, Hacaqalar, Şuğuna, Məcgə Xacə. Sofkənd Sufi kənddir. Yekdar. Yəni bir ağac. Şuğuna sürüşən yer. Biz gül saxlayan məhəllədənik, siz isə cin saxlayandan. Qul şər deməkdir. Quldar şər saxlayan deməkdir. Xəlvətiyyə tərəqəti. Bizim Rustova övliyalar yolu deyirdilər. Bu səbəbsiz deyil. Addım başı 100 metrdən bir pir vardı. Bizim ənənəvi o ağac, üstündə lentlər bağlanmış, altında da yumru daşlar. Yəni bunlar pir deyil də əslində, cəmaət pir deyil, yəni məqamlar. Həmin din alimlərinin oturub istirahət elədiyi yerlər. Rustaq yaxud da Rustaq sözündən. Sasanidir. Sasani ləhcəsində. Biraz qalxırsan da. Rustovun mərkəzi oradır, məscidin yanında. Əsl Rustov oradır. Rustovun içəri şəhəri oradır. Orada indi hal-hazırda yaşayanların hamısı gəlmədi. Məsələn, Qubanın icra hakimiyyəti olub Vaqif. Hə, Vaqif Mahmudov. Qamqamdandır. O Qamqamdandır. Bəli, Qamqamdandır. Məsələn, kəndimizdə bir böyük nəsil var, Kərimovlardır. Kərimovlar. Kərimovlar nəsli var, böyük nəsildir. 1813-cü ildən Şeyxəli xan Rusiyaya qarşı mübarizə aparanda mərkəzi Rustov olub. Şeyxəli xanın Ləzgi qarnizonunun yerləşdiyi məntəqədir. Yeri gəlmiş üzrən qonaq kənd cəmaəti Tat cəmaətidir. Yarısı buduqludur, yarısı tatdır. Vahid Əhmədovun özün dediyinə görə, yəni tatca danışır bu adam. Hə, danışır, dili bilir. Tatdır da. Biz dağ cəmaatıyıq. Nitqimiz də sərtdir. Biraz ola bilər ki, rəftarımız da sərt ola bilər, amma insanlarımız çox mehribandır. Rustov belə bizim həm qədim kəndlərimizdən biridir, həm də ki, belə özünə məxsus xüsusiyyəti olan kəndlərimizdən biridir. Belə xarakteristikası da maraqlıdır da mənə. Mənə zəhmət olmasa Rustovda, kənd Rustovda neçə məhəllə olub, bir də olan bir mənə adım deyin zəhmət olmasa. Qeydiyyatına aparaq. İndi belə eləyək də, indiki deyimlə deyim. Aha. Ondan biz elə ondan başlayarıq, gedərik sonra. Yəni indiki deyim necədir? Məsələn, indi gedir bu ərazinin adı Rustov İnzibati ərazi vahidi. Aha. Rustov İnzibati ərazisində 16 kənd var. Yəni Rustov İnzibati ərazi vahidliyində 16 kənd var. Bəli. Bu 16 kənddə nədir? Bunlar hamısı Rustovun məhəllələrdir. Yəni neçə müddət əvvəl məhəllələri olub? O inzibati bölgə aparılmamışdan qabaq. Əslində kənd olaraq onlar müstəqillik dövründən sonra kəndləşiblər. Bu Sovet dövrünə qədər hamısı məhəllələridir. Yəni bunlar hamısı olub Rustovun məhəllələri. Rustovun məhəllələridir. Bax, neçə məhəlləsi olub adları? Bax deyim sizə. Yekdar, Kələbağ, Quldar, daha sonra Qamqam, Hacaqalar, Şuğuna, düzdür, indi Xanagahda Rustovun ərazisinə daxildir, amma o ayrıca kənddir. Rustovun məhəlləsi olmayıb, ayrıca kənddir. Amma indi Rustov İnzibati ərazi vahidliyinə aiddir. Bunlardan Məcgə Xacə. Nə? Məcgə Xacə. O çox maraqlı tarix var ha, Məcgə Xacənin. Məcgə. Məcgə, eynən. Aha, Məcgə. Məcgə. Aha. Xacə. Xacə. Hə. Xacə yeridir o. Aha, sonra. O çox maraqlıdır o. Sonra bax Quldar dedim ha bayaq. Ona həm Quldar deyirlər. Şeylə yox, qıyla yox ha, qıyla. Quldar. Ona həm Güldar deyirlər, həm də ki Quldar deyirlər. Əsli Quldardır. Orada da 2 dənə məhəllə var. Yəni ehtiyac olsa onları deyərəm mən sizə. Sonra Qamqamdır, Şuğunadır, Sofkənddir. Sofkənddə Rustovun məhəlləsi deyil, yəni Rustovlular deyil onlar əslində, amma indi İnzibati ərazi vahidinə daxildir. Onların da tarixçəsi maraqlıdır. Sofkənd Sufi kənddir. Sufilər yaşayır. Sufilər yaşayır. Sufilər əvvəllər. Orada Sufi yoxdur indi. Yəni Sufilər sonra köçüb gediblər. O Sufilərin də məzarlar var? Yox, yoxdur. Xanəgah, pir. Bax, xanəgah mən sizə deyim. Xanəgahdan söz düşmüşkən. Bizim xanəgah var ha, Rustov İnzibati ərazi vahidliyinə daxil olan xanəgah kəndi yoxdur. Yuxarıda 2 dənə xanəgahdır, aşağı, yuxarı. O xanəgahların tarixi çox maraqlıdır. Azərbaycanda xanəgahlar çoxdur. Bax, Naxçıvanda var, səhv eləmirəmsə, Gədəbəydə var, sonra... Çoxdur hər yerdə. Yəni, çoxdur. Gəl onda belə deyil. Adların məhəllələrini bir başlayaq. Yekdarın mənası nədir? Yektar bir ağac mənası verir. Yekdar. Dar. Bir ağac. Bir ağac. O da nədir? Uzunluq, məsafə ölçü vahididir. Qədim. O hansı yuxarı hissəsində, kəndin aşağı? Yekdar, deməli, buradan elə ki, kəndin mərkəzindən sola dönüb
dağa, meşəyə tərəf qalxırsan. Yuxarı hissədə. Yox, o da nə üçün hektar deyirlər ona? Kəndin mərkəzindən 3-4 kilometr aralı yerləşdiyinə görə hektar. Yəni bir ağac. Harda yerləşir kəndimiz? Bir ağac. Kəndin Rustovdan bir ağac məsafədə. Yəni bu 19-cu əsrə qədər bu ağac uzunluq vahidi çox işlənib. Kəlabağ. O mənası nədir? Kələhə sözü böyük deməkdir. Bağdakı bağdır, böyük bağ. Kəlabağ məhəlləsinin tarixi çox deyil. Təxminən olar bir 20-ci əsrin hardasa 10-20-ci illərinə aiddir onun yaranışı. O da nədən irəli gəlib, yaranması necə yaranıb. Kənddə bir milyoner olub o vaxtlar, Hacı Məmməd Rıza. Kəndin ən varlı adamıdır. O da əsl nəsli buralı deyil onun, gəlmədi o, Lahıcdan gəlib. Bizdə əvvəllər Lahıcını buradan, elə ki, Təngəaltı vasitəsilə qonaq kənddən, oradan bizdə gediş-gəliş çox olub Lahıcını. Ya atla gedib gəliblər. Həmin adam da gəlib burada yaşayıb, köçüb gəlib burada yaşayıb, varlı adam olub çox. Hətta o vaxtlar yəni yaşlılar 20-ci əsrin əvvəllərində. Hələ Sovet qurulmamışdı. Qurulmamışdan, hə. Sonra Sovet qurulandan sonra onun bütün əmlakı müsadirə elədilər, yəni hamısı kimdir. Nəvə nəticəsi qalır, nəsildən kimsə. Onun nəticəsi qalmışdı Qubada, siz oranı tanıyarsınız. Qubada elə bir ki, indi Svetofor tərəfdən ki, bir R tərəf dönürsən, ha belə. Dönəndə sağ tərəfdəki obyektlər var, ha. Əkrəm deyirdilər. Yuqar tanıyar. Hə, bax o. Zaman gəlib bir ara yanında işləyirlər onu. Bildin hansı, o 2 mərtəbə çayxanadan bu tərəf. Qədirdir, Əkrəm yəni, olan nəslində kimsə var orada. Yoxsa yerləri də onların ora? Yox, onun nəticəsidir o. Nəticəsi. Amma həmin adam indi rəhmətə gedib. Yəqin ki, onun yəni kənddə hazırda nəslindən heç kim yox. Yox, kənddə onun nəslindən heç kim yoxdur. Şuğna. Şuğna tat dilindədir. Onda açılışı. Yəni toponimdir də. Şuğna bizdə elə bir ki, sürüşmə yeri, yarğan deyil, sürüşən yer. Şuğna bizdə məsələn tat dilində bir söz var. Deyirik biz ki, şuğun raf deyil. Şuğun rafdan yəni ki, sürüşüb. Orada, yəni dağ orada sürüşür gedir deyənə ona görə şuğna deyirlər ona. Mecgə Xacənin tarixçəsi lap maraqlıdır. O normaldır. Mecgə Xacənin tarixçəsi çox maraqlıdır. Bax sizə bir şey deyim, onun gedin maraqlanın. Hətta onu yəni məndə olan məlumata görə həmin tarixi məlumatla eyniləşdirirlər. Musa Kalankatlının Alban tarixi əsəri var. Düzdür? Alban tarixində deyir ki, Alban hökmdarı Varaz Mömin Vaçaqan Ağyan Kilsə Məclisini çağırır və orada Xacə yerinin müəllimlərinə torpaq ayrılması haqqında qərar qəbul edir. Tapşırıq verir daha doğrusu. Həmin Xacə yerini bizim bu Mecgə Xacə ilə eyniləşdirirlər. Mecgə Xacənin də mənası Mərz Cüqo Xacədir. Mərz sərhəd. Mərz Cüqo Xacə. Mərz bir neçə, iki mənada ola bilər. Tam Azərbaycanın açılışında mərz həm sərhəd ola bilər. Sərhəd, həm də ki, deməli, necə deyim sizə, o elə bir ki, bir növ taxıl əkini sahələri ki olmur. Bu tipdə ona yaxındır, amma daha çox sahə ölçüsü kimi verilir. Yəni, deməli, Mərz, Cüqo, Xacə. Cüqo yer deməkdir. Cüqo yer deməkdir. Cüqo yer deməkdir Tacca. Xacə isə müəllim, Xocadır da. Xoca müəllim. Bəli. Müəllim yerinə orada elə bir ki, müəllimlər üçün ayrılan torpaq sahələri. İndi o məhəllə hissə qalır? Bəli, qalır. Orada orta məktəbdə tikilib indi, böyüyüb, məhəllə böyüyüb, ayrılıb, kənd olub. Quldar. Quldar deyil o, Güldardır, Gül. Güldar. Yox, bizim elə bir ki, tat dilində biraz boğaz səsləri var axı. Bizdə məsəl üçün ərəb, fars dillərindəki ayn, qayn yoxdur, boğazdan gələn şeylər. Bizdə də bax, həmin o Güldar, öylə, aynla gəlir. Güldar da, Güldarın mənası nədir? Gəl bir maraqlı rəvayət danışım sizə, Güldarla. Deməli, Güldarda 2 dənə belə dərədir. 2 dərədən ibarət bir məhəllədir, Güldar. Xanagah yolunun elə bir ki, sağ tərəfindədir. Ora həmişə biz uşaq olanda, uşaqlar həmişə bir-birlərlə elə bir ki, zarafatlaşardılar, bir-birlərinə acığına. Biri deyərdi ki, siz cindardansınız, biz isə güldardanıq. Baxa, onu, sən bizlə məhəbbət oxuyurdu rəhmətlik, xatırlayırsan da.
Həmişə o deyirdi. Sonra Azərgili həmişə deyirdilər ki, Azərgili deməli bizim sinif yoldaşlarımızdan biri Quldardan idi, biri də Cindardan idi. Yəni orada məhəllələri bölüblər axı belə. Bir də Xıdırgili olan, rəhmətli Seyidqulu müəllimgili olan məhəllə, deməli ora Cindar idi, Azərgili olan Quldar. Bunlar anlamını bilmədən həmişə bir-birlərinə zarafatlaşırlar, sataşırlar ki, biz gül saxlayan məhəllədənik, siz isə cin saxlayandan. Amma əslində bunların ikisi də mənası eynidir. Yəni bu gül deyil. Mənası nədir? Qul şər deməkdir. Quldar şər saxlayan deməkdir. Cindar, Quldar ikisi də mahiyyətcə eynidir. Niyə o məhəlləyə elə o adı veriblər ki, o hissiyə? Çox güman ki, o vaxtlar yəqin ki, indi özünüz bilirsiniz də bu tipdə elə bir ki, bu nədirlər ona qara sehirlə, cadu ilə, qara cadu ilə məşğul olan insanlar olub axı. Yəni yəqin o hissədə o işlə məşğul. Orada məşğul olublar, onunla Qardaş, tez-tez qapını başladım, açıb bağlamayın. O əyləşin içə, yo. Yoxsa bir də deyək ki, tez-tez açıb bağlamasınlar. Ses nəsə aydın düşməndə ses, Deməli, bir məhəllənin adı Cindardır. Bir məhəllədir əslində. Amma iki dənə dərədir. Biri Cindardır, biri Quldardır. İkisinin də mahiyyətcə mənası eynidir. İkisi də cin də şərdir, qul da şərdir. Sofi kənd. Sofi kənd sufilər yaşayan kənddir. O da nə vaxt olur? Bunun xanəgah hayatı yoxdur da? Yox. O Sofi kənd. Hansı tərəfdədir Sofi kənd? Aşağı. Sofi kənd elə ki Rustovun cənub-şərqindədir. Cənub-şərqində Bakı yoluna tərəfdir. Amma xanəgah dağlara tərəfdir. Qərb tərəfdədir. Orada sufilərin məzarı, məqbərəsi, xanəgahı var? Çox güman ki var. Yox, xanəgahı yoxdur, amma çox güman ki köhnə qəbirstanlıq qalıb. Mən şəxsən görməmişəm. Amma nədir? Ora niyə Sofi kənd adlanır? Ona görə onu deyim. Deməli bu əslində Pir Vahid kəndi tanıyırsınız da yəqin ki. Pir Vahid birinci nügədinin o günbəzli məscidi, bizim xanəgah və Sofi kənd. Əslində bunların hamısını bir-birinə bağlayan bir şey var. Tarixi elə bir ki məqam var. O da nədir? Monqollar dövründə Monqollar axı şaman olublar axı. Müsəlmanları sıxışdırıblar. Müsəlmanları sıxışdıranda deməli nə edirlər? Nə qədər ki böyük din alimləri ki yoxdur, onları sıxışdırıblar. Həmin adamlar da bizim zonada, yəni şimal-şərq zonasında olanlar şimala bizim kəndə üst tutublar. Dağlıq, dərəlik yerdə, axı gizlin yerlərdir buralar. Qalan hissələrdə indi Naxçıvanda da var, digər hissələrdə gediblər də. Deməli, oradan gələndə sufilər də bilirsiniz yəqin ki də sufi təriqəti, bunlar hikmət elminə varanlardır. Bir hissəsi gəlib yerləşib Sofi kənddə. Sonra buna da nə deyirlər? Bunlara deyirlər, deməli, Monqol dövrünə aiddir də. Bunlara deyirlər xəlvətiyyə təriqəti. 13-14-cü əsrlərdə, 13-cü əsrdə yaranıb. Xəlvətiyyə tərəqəti, yəni xəlvətə çəkiliblər. Monqolların əlindən, təqibindən qaçıblar. Gəliblər, deməli, Pir Vahiddə 66 pir orada olub. Baxın, kənddə, bizim kəndimizdə indiki uşaqlar, cavanlar bir o qədər bilmirlər. Çünki indi müasir dövrdə bilirsiniz də, bu tip şeylərə bir qədər elə ki, insanların əslində inamı azalıb. Bizim Rustova Övliyalar yolu deyirdilər. Bu səbəbsiz deyil. Rustov yolunu Övliyalar yolu deyil. Rustova, ümumiyyətlə, baxın, buradan, bu gördüyünüz böyük körpüdən, Çağacoq çayıdır, bu bizim çayın. Çağacoq çayından ta ki Xanagaha qədər. Bura Övliyalar yolu deyirlər. Bu da səbəbsiz. Bax, məhz ona görədir. Nə üçün Övliyalar yolu deyirlər? Həmin o böyük alimlər, din alimləri ki yoxdur, həmin bu yoldan istifadə edib gediblər Xanagaha. Gediblər orada dini yəni bir dini mərkəz orada olub. Dini mərkəz olub, çəkilbilər xəlvətə, gizlin yerə Monqollardan qaçıblar. Bunların da keçdikləri yol bax burdadır. Sofi kənddən gəliblər çayın qırağı ilə. Sofi kənddən gəliblər, bax burada biz Ağabbələr adlanan bir yer var. İndi əvvəllər bağ idi, indi həyət evləri zaten orada evlər tikiblər. Oradan gediblər. Bizim kəndə əvvəl 90-cı illərdə gəlsəydiniz, addım başı 100 metrdən bir pir vardı. Yəni o bizim ənənəvi o ağac, üstündə lentlər bağlanmış, altında da yumru daşlar. Yəni bunlar pir deyil də əslində, cəmaət pir deyil, yəni məqamlar. Onlar da nədir? Həmin din alimlərinin oturub istirahət elədiyi yerlər ki, insanlar da... Və yaxud ola bilər də oturub zikr elədikləri yer. Zikr elədiyi yerdə ola bilər. Və insanları qəbul elədikləri. Ola bilər. Ola bilər. Çünki insanlar da həmin yerləri müqəddəsləşdiriblər. Çəkiliş gedir orada. Xanagah. Hə? Sonra bax, bizdə deyim sizə maraqlı yerlərdən Mən üzr istəyirəm. Biz məhəllələri qutardıq.
Nəsə yadınızdan çıxıbsa deyin ha. Hamısı məhəllələri bilir. Burada deməli xanagaha dedik. Bizdə burada bir Cədəri məhəlləsi var. Nə? Biz ona Cədəri deyirik Tacca. Ha, mənası nədir? Kəlabağın yaxın qonşusudur. Cədəri məhəlləsi. Cədəri. Boğazdan gələn. İndi onu Azərbaycanca Cadarı deyirlər. Amma Tatlıda Cədəridir. O da nədir? Cədəri Cügo deməkdir. Elə bir ki, Tatlıda Cügo sözü var. Bayaq Məcid Xacə sözündəki dedimi adı toponimində. Cügo sözü. Cügo deməli yer deməkdir. Cədə Cügonun qısaldılmış formasıdır. Cədəri, yəni Cədərə. Cügo dərə. Cügo dərə. Dərə yeri. Dərə yeri. Dərə yeri. Orada maraqlı bir yerdir. Elə bir ki, əvvəl başqa bağın içində, indi orada Sovet dövründə bağ saldılar. Sonra nə var? Sonra mən sizə deyim, bax Qamqam. Qamqamın da tarixçəsi maraqlıdır. Qamqamı əslində indi son zamanlar Qamqamı elə bir ki, bir növ Dədə Qorquddakı o Bayandır xanın atası Qamqamla eyniləşdirirlər, yəni türk boylarına. Yəni bunun heç aidiyyəti olmayan bir şeydir əslində. Nədir o? Qamqam mən sizə deyim, indi mən sizə bunu desəm, məntiqi cəhətdən mənimlə razılaşacaqsınız. Nədir o? Qamqam necə yaranıb? Qamqam Rustovluların otlaq örüş yerləri olub. Dədə babadan. Məsəl üçün, mən özüm uşaq vaxtında bizim böyük malqaramız naxıra verirdik, naxıra gedirdi bizim malqaramız. Amma evdə qalan balaca danalarımızı, quzularımızı biz hamımız məhəllə uşaqları olaraq gətirib Qamqamda, bax o çayın qırağında Qamqam ərazisində otardırdıq. Dədə babadan qalma bir adətdir bu. Mənası Qamqam. Qamqamın ona gətirirəm. Yəni təsərrüfat xarakterli bir addır. O da nədir? Tat dilində, siz yəqin bədii ədəbiyyatda o sözü oxumusunuz, çox oxumusunuz. Deyir ki, misal üçün bədii ədəbiyyatda belə bir söz var, deyir, at yaşıl göy otu deyir, qom-qom dişlədiydi. Eşitmisiniz də belə? Oxumuşam. Qom-qom, ağız dolusu. O da nədən irəli gəlir? Orada da, axı dedim, həm otlaqdır, həm əkin biçənək yerlərdir. Qom, köhnə tat dilində, yəni arxaikləşmiş sözdür. Dərz deməkdir, dərz. Yəni təsərrüfat xarakteri. Yəni o əvvəllər oraqla biçiblər axı. Bax, təsərrüfat xarakterli bir addır o. Qamqam sözü. Bu xam da ola bilir. Xam. Yox. Bu birbaşa o nə üçün yox? Yəni bu burada bir dilçi alimlər bunu əgər mənim kimsə qulaq assa çox güman ki, mənimlə razılaşar. Dilçi alimlər bunu yaxşı bilirlər. Yəni yerlərdə toponimlər olsun, hidronimlər olsun, fərq eləmir hər hansı biri. Yerli əhalinin dilində, tələffüzündə necədirsə mənasını gərək orada axtarasın. Mütləq. Yəni onu bizim dilimizdə də, tat dilində də bu necə gedir? Qom-qom gedir. Azərbaycan dilində qam-qam deyirik. Ona görə aidiyyəti yoxdur. Çünki tat cəmaatı olur burada. Bəli, bura tatlardır. Qam ola bilər, xam ola bilməz. Biz 11 dənə belə deyək də məhəllə adı, ərazi adı çəkdik. Yenə yadınızdan çıxan. Var hələ də, var. Deyin. Nə yadınızda düşürsə deyin. Bağça Əli var, Bağça Hacı var məhəllələr. Bağça Əli, o niyə? İndi Bağçalı kəndi gedir o. Adını dəyişdiriblər son zamanlar. Bağça Əli, orada deməli bizdə Kamal çayı var. Bizim kəndimizdə 2 dənə çay axır. Biri deməli Çağacoq çayıdır. Daha doğrusu Çağacoq çayı yuxarıda bir Bad çayına ayrılır, bir də Çağacoq çayına. Bad çayı da birləşir Çağacoqa. Sonra bu tərəfdən isə deməli gəlir Kamal çayı. Kamal çayının sol sahili olur Əlinin bağçası. Sol sahili olur Hacının bağçası. Sağ sahildə olur Əlinin bağçası. Olur Bağça Əli, Azərbaycanca çevirəndə Əlinin bağçası, Hacının bağçası. Çağacoq çayının. Çağacoq, Çağacoq o çox maraqlı şeydir. Çağa uşaq. Yox. Heç bir aidiyyatı yoxdur. Bunu mən bir dəfə də eşitmişəm ki, yəni Yox, mən təsadüfən ağlıma gəldi. Yox, mən eşitmişəm onu, bir adam da bunu mənə dedi. Yəni bir daha doğrusu bir dilçi alim vardı, gəldi bura, dedi bu çağa sözü ilə bağlıdır. Dedim yox. Çağa, çocuq, türk mənasında yox, bu qeyri-mümkündür. Niyə mümkün deyil, onu da deyim sizə. Bizim bir çox adlarımız təsərrüfatla bağlıdır. Məşğuliyyətlə daha doğrusu bağlıdır. Deməli, burada bax, Sovet dövründə, bilmirəm, xatırlayırsınız siz, bu Səddar Məmmədovun yanında bir dənə əhəng zavodu vardı. Sex
tipli. Sən görmüşdün onu? Görmüşdüm. Səddər Məmgilin evlərinin yanında. Hə. Demək o Quldar dediyim məhəllə var ha, ora çatmamış. Elə ki çayın sahilində Sovet dövründə biz balaca olanda bir balaca sex var. Balaca deyildi ya, böyük, əməlli əhəng bişirmə sexi vardı orada. Əhəng hazırlayırdılar. Onu da nədən hazırlayırdılar? Bizim zona o deyirlər coğrafiya fənnində var, Tetis okeanı. Bizim zonamız Tetis okeanının dibik. Səthidir. Tetis okeanı. Ona görə bizim zonalar hamısı əhənglidir. Əhəngli zonadır. Yəni bizdə şey yoxdur. Bazalt yoxdur. Bizdə nə bilim o kristal tipli şeylər yoxdur. Nə bilim də digər şeylər, o vulkanik suxurlar yoxdur. Onlar yoxdur. Bizdə hamısı əhəngdir. Bax bizdə mərmər də var. Yektarda. Yektar İndi o dedim. çağı Hə, onu nə üçün deyirdim? O uzun danışdım biraz. Bizim bu çaya əgər gedib çayımızın yanında dayansaz, bizim çayın yanında dayananda siz ancaq bu səsi eşidəcəksiniz. Çok. O da elə belə deyil. Daşlardan. Həmin daşlar da əhəng tərkibli olduğuna görə içi boşdur. ses. Bir-birinə toxunanda cangul deyir. Sadə Çox izahı. sadə və həmin daşlardan da nə üçün bunu deyirəm? Həmin daşlardan da bu çaydakı daşlarda yığıblar. Bax o dediyim çayın kənarında əhəng hazırlayıblar. Biz ikinci hissəsi cağa cuq. Hələ o cuq. Çox sadə bir izahdır. Çox Başqa sadə. hansı məhəlləmiz qaldı? Sonra bax deyim sizə. Təngaltının bir hissəsi Hacı ağalardır. Hacı ağalar o indi aydın məsələdir. Hacı ağalar. Sonra Qamqamı dedik. Bad. Bad kəndi. Bad kənd. Bad məhəlləsi. Məhəlləsi. İndi kənd kimi gedir o da. Aha. Bad arxaikləşmiş sözdür. Tatça, farsçada da eynidir. Bad məntəqə deməkdir. Şuduq qaldılar. Şuduq da var. Bunlar hansı deməli Rustovun məhəllələri və yaxud əraziləri və yaxud nahiyələri olub? Bəli, hamısı. Var Rustov, mən indi sizə maraqlı bir şey danışacağam. Bu nahiyə dediniz, çünki Rustovun ərazisi böyük olub. Necə böyük olub, onu da deyəcəm sizə. Deməli, şeyin də hətta ədəbiyyat da deyərəm ki, hardan baxarsınız onun təsdiqi üçün. Quba xanlığı tarixi bir əsər var belə, Quba xanlığı. Şahin Fazil. Hə, bax orada da var. Deməli o mahal kimi. Rustov mahal olub axı. Bəli. Əvvəla mən sizə maraqlı bir şey deyim də Rustov. Heç Rustovun adı maraqlı gəlmir sizə. Onu da soruşacağam. Heç hardan yaranıb, necə yaranıb. Deyin də Rustov. Hamıya heç belə Rustovun adı çox maraqlı da. Mən bir söz deyim, Rusta kənd demək deyil. Rusta kənddir. Amma sonrakı adıdır. Sonrakı, axı biz bilirik zaman keçdikcə bəzən olur ki, sözlər ilkin nə deyirlər onun ilkin mənasını itirir. Yaxşı, ilkin mənası Rustovun nədir? Rustovun ilkin mənası Rustov sözü ümumiyyətlə yaranıb Rustaq yaxud da Rustak sözündən. Sasanidir. Sasani ləhcəsində. O da nə deməkdir? Dövlət torpağı. Yəni dövlət tabeli torpaq. Bəy, ağa torpağı deyil. Dövlət torpağıdır. Ona görə də biz də kimdən soruşsan, hələ bu kəndimizdən 11 mindən yuxarı əhalisi var. Kənd Rustovun. Kimdən soruşsan ki, bala səndə bir bəy, ağa yoxdur. Tapmazsan. Çünki biz həmişə rəiyyət olmuşuq. Belə deyək də Sasani imperiyasının bura yerləşdirdiyi öz təbeliyində olan rəiyyət. Bəli, dövlət torpaqları. Axı biz bilirik, tarixdən bilirik ki, torpaqların iki cür olur. Bir var dövlət torpaqları, bir var sahibkar torpaqları. Mülkədar torpağı. Feodal torpaqları. İndi mülkədar, sahibkar adı sonradan yaranıb. Deməli, burada mülkədar torpağı olmuyor. Yox. Rustov ərazisi dövlət torpağıdır. Dövlət tərəfindən bir kəndxuda tipli, elə ki, bir böyük başçı göndəriblər. İndi Sasanilər dövründə başqa cür adlandı. Göndəriblər, idarə olunur. Rustak. Yəni, zaman keçdikcə həmin sondakı q, k səsi itir, olur, qalıb Rustak. Məsələn, biz Tatça yerli dildə danışanda Rustov demirik. Rustov Azərbaycanca deyiləndə səslənir. Biz Tatça danışanda Rusta deyirik. Yaxşı, Gürcüstandakı Rustavelli aidiyyatı var sizcə? Yox, o başqa şeydir. Bəs Rusiya Federasiyasında Rostov? Rostov da, hə, onlar indi Rostov deyirlər. Onlar Rostov. Rostovska oblast. Ay sağ ol. İndi ona da gələcəm. Mən sizə bir şey deyim. Madam ki Rusiyadan danışdıq, qoy Rus dili ilə əlaqəli bir şey deyim. Bizim kəndimizdə olan bir şey deyim sizə Rus dili ilə əlaqəli. Amma Rusdan gəlmə deyil ha. Deməli, axı biz bilirik ki, Rus dili də Tat, ümumiyyətlə İran dilləri. Hind-Avropa. Hind-Avropa dil ailəsidir, düzdürmü? Bunların kökü eynidir.
Ona görə bizim dilimizdə oxşar sözlər, mənaca oxşar, kökü eyni olan sözlər çoxdur. Çox ola bilər ki, həmin Rostov bu Rusta ilə eynidir. Güman ola bilər. Sizcə o nədir? Onu heç araşdırmamışam. Yox, heç maraqlanmamışam. Nə üçün dedim ki, orayla əlaqəli bir şeydir. Bizdə burada Güney məhəllə var. Güney məhəlləsi elə bir ki, Ucu 14 oldu. Rustovun məhəlləsi. Məhəllələr belə çoxdur. Püstəqasım var. Aha. Ayrıca kənddə Rustovun Rustovlular da onlardır. Onlar da Rustovlulardır. Çox hissəsi Rustovludur, bir hissəsi Dəvəkidən gəlmədi. Dağlıdılar? Yox. Yox. Yox, hamısı tatlı da. Hə, tatlılar onlar. Hamısı tatlı. Bu zona hamısı tatlı. Burada var tək-tük gəlmə türklər. Yenə var. içəridə indi hazırda kəndin içində olan hər hansı bir məhəllə ki yadımızdan çıxdı. Bax mən sizə bayaq dedim, o Güney məhəllənin üstündə bizdə bir dağ tirə var orada. Biz ona Kələngər deyirik. Kələngər? Kələngər. Kələngər sözü rus dilində qori sözü var. Dağ. Hə, dağ. Kələngər böyük dağ mənasıdır bizdə. Kələngər. Arxaikləşmiş sözdür amma. Kələ sözüdür. Baş Kələ, böyük. yox, kələhə. Biz onun əsli kələhədir, qısaldılmış forması kələ deyirik biz ona. Kələ, Kələngər, yəni böyük dağ mənasında. Tirə dağ o, böyük dağdır. Bax Hind Avropa eyniləşdirir sizinlə. Yenə hansı məhəllə var burada? Var, bax Püstəqasımdan deyim. Bəli. Püstəqasım da Rustovluda. Rustovun cəmaatı da onlarda. Buradan köçənlər də hamısı. Məsələn, Püstəqasımın Azərbaycancası Püstəqasımdır. Amma onun əsli Pusaqosmidir. Doğrudan. Hə. Pusaqosmi. Ha, o mənası. Pusaqosmi. Aha. İndi Püstəqasımla bağlı, Püstə ilə Qasım adı ilə bağlı bir rəvayət də qoşublar. Güya ki, Püstə adlı bir qız olub, Qasım adlı bir oğlan olub, seviblər bir-birlərini, adı da oradan yaranıb. Yox, elə deyil. Bax, mən sizə deyim. Bayaq dedim, axı, Qamqam məhəlləsi Rustovların otlaq, əkin, örüş yerləri olub. Püstəqasım isə Rustovların bağ yerləri olub. Bağ yerləri. Püstəqasım sözü də, yəni əsli tatcası, yəni biz indi də öz dil aramızda danışanda, tat dilində danışanda Püstəqasım yox, Pusaqosmi deyirik. Nədir mənası? Qasım yerinin arxası. Pusa sözü arxa deməkdir. Qosumi, yəni Qasıma aid olan yer. Qasıma aid olan yer. Qasıma aid olan yerin İndi kimsə o arxası. yəqin ya bir Pusaqosmi. şəxs olub, Bax, bizdə kəndlərdə belədir, kənd yerlərində belədir. Məsəl üçün, kiminsə bağçası, kiminsə bağı da, yəni dədə-babadan kimsə kolları açıb meşənin içində olub bunun bağçası. Bağça indi bağ olmur da, bilirik, balaca olur. Balaca şeydə, hə, filankəsin bağçası. Qasımın bağçasının arxası da, yəni. Qasımın yerinin arxası. Pusaqosmi. yenə unutduğumuz, amma mən çalışıram daha çox indiki Bu tərəfə gələk. Rustovun içində, məscidin yanında. Məsciddən ki, Rustov məktəbinə tərəf gedəndə ora yuxarı hissədir kəndin. Biraz qalxırsan da. Rustovun mərkəzi oradır, məscidin yanında. Əsl Rustov oradır. Aha. Bax, ora Əsl Rustov ora adı var xüsusi olaraq. Bax, Qədim ağac var orada. məscidin yanında. Bəli. Ora Rustovdur. Mərkəzdir də. Tam. Qabağı da meydan kimidir. Bəli, Rustov bax orada yaranıb. O ağac qədim ağacdır. Rustovun içəri şəhəri oradır. Hə. Biz dədə-babadan Nə deyirsiz ora? Elə mərkəz. məscidin yanında. Xüsusi adı yoxdur orada. Ha, sonra bir şey dedim. Məsəl üçün o mərkəz dediniz, şey düşdü yadıma. Biz balaca olanda indi dəyişib, indi dövr dəyişdikcə bilirsiniz, anlamlar da dəyişir. Yəni 90-cı illərdə, yaxud da 80-ci illərdə əgər Qamqamdan kimsə Rustova gələrdisə, deməzdi ki, Rustova gedirəm. Deyirdi ki, kəndə gedirəm. Məsələn, bizdə tat dilində di, kənddə axı. Hə. Deyir, hara gedirsən? Bedi. B, A, Ə, Ya şəkilçidir. Kəndə gedirəm. Püstəqasımdan kimdənsə soruşsaydın ki, hara gedirsən? Deməzdi ki, Rustova gedirəm. Deyərdi ki, bedi, kəndə gedirəm. Kənd. Yəni Mərkəz kənd oradır. kənd, çünki bunlar onların məhəllələri, şeyləri olub axı, nə deyirlər ona? Qazmaları. Qazmalar deyirlər. Biri orada mal saxlayır, biri burada bağ, əkin. O ağac çox qədimdir. O ağacı doğrusu o haqqda məlumatım yoxdur. Hə. Ya tut ağacı haqqında. Belə deyək də Rustovun mərkəzi oradır. Orada yaşayan nəsil kimdir? Hə, bax orada. Əsas qədim Rustovlular. Hə, bax indi burada bir şey var. Orada indi hal-hazırda yaşayanların hamısı gəlmədi. Necə gəlmədi? Hamısı. Yəni Rustovun başqa ərazilərindən köçmələrdir.
Bəs öz qədim Orada olub. Siz indi gedəndə gördünüz belə əjdaha başlı binalar vardı orada. Bir də ki Rustov o məscidə tərəf o biri yoldan getmisiniz yoxsa yox, dar əsas yoldan? elə burada O əjdaha başlı binaların Belə evləri yanında. gördük. Ay sağ ol, bax oradan. Oradan qalxanda sağda bina var. gözəl taxtla işlənmiş. Ay sağ ol. Bax ola başında belə əjdaha başı ağzına. Bəs kimlər olub onlar? O qədim 5 Rustov. dənə hacı olub orada. 5 dənə hacı Hə, olub. bunu da kim danışıb mənə? Deyim sizə yeri gəlmişkən, kəndimizin ən tanınmış adamlarından birisi etnoqraf, alim, toponomik, tarix elmləri doktoru Qiyasəddin Qeybullayev. O sizin yerli də Qiyasəddin müəllim. Anamın əmisidir. Hə, lap yaxşı. Hə, nə danışırdı? Bax o ən qədim Bax, olan o Rustov. deyirdi ki, bax orada həmin evlər yoxdur, 5 hacı yaşayıb orada, 5 nəfər hacı. Yəni 5 nəfər hacı olub. Çoxdan, yəni indi tam deyə bilmərəm 15-16-cı əsrlər. O hələ ki danışırdı 18-19-cu əsrləri. 5 hacı olub. Yəni hacca o vaxtlarda bilirsiniz də hacca hər kəs gedib gələ bilməzdi. İndi biraz imkanı olsun, gərək ki atı olsun və s. 5 hacı olub. Sonra Sovet dövründə onların hamısını sürgün eləyiblər, öldürüblər və s. O qədim nəsillərdən heç kim Qədim qalmır. nəsillərdən heç kim qalmır. Nisbətən belə daha qədimi məsələn Quban icra hakimiyyəti olub ha. Vaqif Vaqif Mahmudov. Qamqamdandır. O Qamqamdandır. Bəli, Qamqamdandır. Deməli Rustovun kəndin mərkəzindən deyil. Yox, Qamqamdan. Belə necə indi heç bir kənd mərkəzində qədim belə köklü bir nəsil. Ola bilər özləri burada yoxdur, Bakıdadırlar. Amma kökləri yəni qəbristanlığa, məzara bağlı olan var. Doğrusu mən eşitmişdim, bir neçə nəfəri eşitmişəm. İndi xatırlamıram sadəcə. Çünki illər keçdikcə dövr zaman dəyişir. Bilirsiniz, bir qədər də maraqlanmaq da olmur. Çətindir maraqlanmaq, tapmaq da olmur. Deməli, Onlardan bax mən sizə deyim. Kənddə yaşayanlardan məsələn kəndimizdə bir böyük nəsil var, Kərimovlardır. Kərimovlar nəsli var, böyük nəsildir. Bax onlar orada elə ki həm məscidin Cəlalgili, Xanlar müəllimgili, rəhmətlik, Hacı dayıgili. Onların da kökü oradandır. Daha doğrusu oradan deyil, məscidin aşağı tərəfində, məscid təpədədir axı. Məscidin aşağı tərəfində bir bulaq var. Nə adlanırdı o bulaq, sən xatırlayır. Səro. Səro deyirlər o bulağa. o mənası nədir? Səro, sər başdır, odakı sudur. Səro deyir, hara gedirsən? Tat dilində soruşanda beçova bartəni deyir. Deyir, bəsər o. Bəsər o. Yəni suyun üstünə gedirəm. Mən bulağa Su başına, su üstünə. Hə, yəni su başı biraz ayaq yolu mənasında çıxır. Hə. Yəni hara gedirsən, suyun başına gedirəm. Yəni ki, bulağa gedirəm o mənada. Hə, orada yaşayıblar onlar. Kərimovlar. Hə. Sonra orada bax bir nəsil var mən sizə deyim. Doğrusu bildiyim nəsillərdən əslində elə mənim elə ki nənəmin, ata nənəmin nənəsi oradandır. Təmiz, yəni Rustovun mərkəzindəndir. Deməli ata nənəmin nənəsi oradandır. Deməli həmin nənəmizlə yaşayıb 126 il. 126 il yaşayıb. Onun da oğlu olub komissar Mehiddin adlı. Ümumi zonanın Xaçmazdan, Xudatdan tutmuş bu tərəfə bu 20-ci illərdə zonanın komissarı olub. Yəni sonuncu bildiyim, yəni köklü nəsildən, onlarda qalanları. Onların soyadı necə oldu? Təəssüf ki, onlardan heç kim qalmayıb. Doğrudan. Hə, bir elə ki o nənəmin həmin nəsildən heç kim qalmayıb. Bir dənə oğlu olub, həmin Mehiddin dediyim. O da öləndən sonra onun elə ki yoldaşı Xaçmazdan idi, Qaraçılardan idi. O da uşaqlarını götürüb getdi. Elə o vaxtdan atamın dayısı ilə münasibətləri vardı, amma bizlərdən elə bir ki çox uzaq düşdülər də. Onların familiyasını bilmirəm. Neçə bulaq olub mərkəzində? Rustov kəndinin qədim mərkəzi. Ən məşhur bulaq ora təpədir. Orada bulaq, məscidin yanında bulaq yoxdur. Rustovun o elə ki təpədə. Amma məscidin aşağısında bulaqlar çox olub. Onlardan ən məşhuru bir dediyim o Sərodur. Bir də suyunun dadından heç kimin doymadığı şəkər bulağı. Şəkər bulağı. Düşmə şəkər deyirik biz ona. Bu daha çox Azərbaycan türkçəsində deyilir, şəkər bulağı. Düşmə şəkər. Düşmə şəkər. Düşmə şəkər. Düşmə də deyirlər, düşmə də deyirlər.
ikisindən də. Düşmə şəkər, orada dəyirman olub əvvəllər. O Düz məscidin yanında. İndiki məscid var ha. Bəli. O məscid nə cümə məscidi kimi gedir yoxsa nə? Yox, Rustov kənd məscidi. Rustov kənd məscidi. Rustov kənd məscidi. Kim inşa edib onu? O elə bir ki, əslində onun tikilişi əvvəllər yerində balaca olub. Təxminən 16-17-ci əsrlərdə tikilib. Ondan o tərəfə getmir onun tarixi. Amma bu indiki binası isə 1903-cü ildə tikilib. 1900. Kim tərəfindən? İndi cəmaət tərəfindən. Cəmaət özü tikib. Hə, kənd cəmaəti yığılıb. Memarı kim olub? Sonra yox, o vaxtda məlumatım yoxdur, amma bir maraqlı məlumatım var. Hacı Zeynalabdinin bura köməyi dəyib. Nə də olub o? Deməli kənddə hacılar yığışıblar, xəbər göndəriblər Hacı Zeynalabdin Tağıyevə ki, bəs pulu yığmışıq, amma 100 qızıl pulumuz çatmır. Yox, daha doğrusu tikmişik binanı, amma üstünə vurmağa dəmir almağa pulumuz yoxdur. Hacı Zeynalabdin Tağıyev 100 qızıl pul göndərib, bax bu məscidimizin damını düzəltdi. Ondan əvvəl məscid olub, daha qədim. Olub, yerində olub. Hələ onun öz yerində. Onun yerində olub. Hə, deməli onu da yeni məscid elə köhnə məscidin üzərində Köhnə məscidin üzərində tikiblər. Amma bu orada pir olmayıb. Məscidə demiblər ki, o həmin o qədim məsciddə o pirin üzərində tikilib. hə, bax mən bayaq sizə dedim axı ki, bizdə həmin xəlvətiyyə təriqəti ilə bağlı axı dedim bura övliyalar yolu deyiblər. Siz məscidin yanında tut ağacı gördünüzsə, Ona görə soruşdum ağacı. O pirdir. Bizim yəni də inanclardır da. Bəli. Həm pirdir. Onun yanında olub, həmin köhnə məscidin yanında olub həmin. Elə orada nəsə olub? Pir, ziyarətgah. Ziyarətgah Övliya yeri olub. Ya məzar olub, eşitməmişsiniz orada. məzar yoxdur orada. Yox, onlar hamısı elə bil ki, o Amma ağac var. Ağac varsa böyük ehtimal hər hansı bir şeyx, hər hansı bir övliya o ağaclara niyə toxunmayıblar? Sizə deyim, bayaq dedim. Bayaq dedim axı ki, deməli həmin övliyalar ki, övliya deyəndə insanlar bir qədər səhv anlayırlar. Yox, siz narahat olmayın. O səhv fikirləşsinlər. Yox. Etnoqrafik Mən elə hadisə. belə maraqlı olsun deyənə bəlkə indi Hə, kimsə qulaq asar, yəni ki, bəlkə kiməsə ehtiyac olar övliyanın nə olduğunu anlamaq istəyər. Gəlin belə çox sadə bir dildə izah edeyim sizə. Siz misal üçün deyirəm. Siz tarixçisiniz, düzdür? Mənim tarixdən xəbərim yoxdur, elədirmi? Aydın məsələdir ki, tarixçi olaraq siz tarix haqqında, tarixi hadisələr haqqında, bu toponimlər haqqında, tarixi dövlətlər haqqında məndən daha çox şeylər bilirsiniz və elə ki, gözünün qabağında daha çox pərdələr açılır, elədirmi? Həmin alimlər də daha çox bildiklərinə görə, onların gözlərində daha çox pərdələr açıldığına görə, bizdən fərqli düşündüklərinə görə nə olublar? Bizim üçün alim səviyyəsində, övliya səviyyəsində olub. Hörmətə layiqdirlər də. Dünyasını dəyişəndən sonra da ehtiramları saxlanır. Bəli. Bir dəfə qoy lap sadə bir söz deyim. Mən balaca olanda mənim anam da coğrafiya müəlliməsi olub. Bir dəfə gəldim, soruşdum. Təxminən 10-cu sinifdə oxuyanda idi. Biz keçəndə qəbirstanlığın arasından keçirik. İki qəbirstanlığın arasından. Orada bir böyük baş daşı yolun qırağında gördünüz. Biz ona Kələ-Səringə deyirik. Səringə, səringah mənası, yəni baş daşı mənasındadır. Kələ-Səringə, yəni böyük baş daşı. Oradan keçəndə bütün kənddə, yəni indi yox, əvvəllərdə hər kəs oradan keçəndə salavat çevirərdi. Sonra bir gün gəldim anama dedim ki, ay mama, mən biraz çəkinirəm də, biraz qalıram da belə, axı mən salam verməmiş keçirəm belə, elə bəs nətər eləyim? Kimdir bunlar? Hələ orta məktəbdə, hardasa 9-da 10-da oxuyurdu. Anam çox rahat bir izah verdi mənə. Çox xoşuma gəldi əslində. Dedi ki, bala, bir neçə adam misal çəkdi mənim üçün. Filan kəslər sənin üçün nə cür adamlardır? Dedim, çox gözəl. Dedi, qəlbləri təmizdir, hə, gözəl. İnsanlara kömək eləyirlər, əl uzadırlar, hə. Hesab elə ki, o da onlardan birisidir. Hörmətə layiqdir. Dedim, hə, dedi, sən də hörmət. Ehtiramını saxla. Bəli. Rustov kəndinin, Sırf kəndinin özünün qəbirstanlığı harda yerləşib, neçə qəbirstanlıq olub? Kəndin harasına baxsan qəbirstanlıqdır. Bizim ən böyük bəlalarımızdan birisidir bu. Niyə? Çünki biz yer qaza bilmirik. Nə danışdın? Kəndin harasına qazırsan qəbirstanlıqdır. Qəbirstanlıq çoxdur burada həddindən artıq. Bax, Yəni bu oturduğumuz yer var, burada da qəbirstanlıqdır. Bu təpə görürsünüz, buradan yolu çapıblar. Nəsə yol buradan olmayıb əvvəllər. Bəli. Əvvəllər yol oradan Güney məhəllədən birbaşa düşüb, Üstəqasımdan düşüb gəlib, o tərəfdən buran yol. Bax, buran çapanda buradan qəbirlər tapıblar.
O da 1-ci əsrə aiddir. Bəs sizin hazırki məzarlıq var ha? Hə. Onun adı var xüsusi yoxsa yoxdur? Rustov qəbirstanı. Rustov qəbirstanı. Böyük biz onlara Dərbənd daşları deyirik. Hə, böyük böyük daşlar. Onlar neçə bir dəfə neçə gəldilər. yüz ilin məzarı olar? Bir dəfə gəldilər, onları tam oxumayıblar. Orada deməli, mənim şəxsən ərəb hərfləri ilə oxuduğum bir baş daşı var orada. O indi biz nə o kubik daşına nə deyirik biz ona? Elə Kubik daşı kubik deyirik biz daşda, ona. bəli, Hə. bəli. Həmin kubikdə ağ daşlarda onlar yox, onlardan olan böyük baş daşlar yox. Orada əsl çay daşından, amma böyük, belə qara bir daşdan rəhmətli Telman dayıgilin qəbirlərinin yanındadır. Mən orada görmüşəm, oxumuşam bir qəbrin üstündə 729-cu il. 729-cu il. Yox, üzr istəyirəm. 927-ci il. Aha. 927-ci il, 10-cu əsr. Amma mən xatırlayıram, orta məktəbdə oxuyanda gəlmişlər orada kimlərsə. Epiqraflarda yəni. Bəli, gəlmişlər oranı oxumağa. Onlar dedilər, bir neçə qəbrə baxdılar, dedilər bunlar 15-16-cı əsrə aiddir. Yəni. Hazırda kənd cəmaatının piri var, mütəmadi gedib gəldiyi pir. Övliya pir. Aparıb qurban kesir. Var. Nədir adı, Var, harda yerləşir? tarixçəsi maraqlıdır onun. Yektarda var, Qundaq piri deyirlər. Qundaq piri. Qundaq piri. Məzar var. Məzar deyil o. Aha, nədir? O məzar deyil. Bax sizə deyim, onu bilmək üçün siz gərək onun tarixçəsini biləsiniz. Çünki onsuz mümkün deyil onu başa düşmək. Deyin. Yektar əhalisi Xızıdan gəlmədi. Yektar əhalisi. Xızıllılar da Bərməkiylərdilər. Bərməkilər, tarixi Bərmək mahallıdır. Xızıdan gələndə Xızının indi o həmin kənd müharibədən sonra dağıldı, köçdü əhalisi. Xızının Kövxan kəndindən keçmiş. Kövxan kəndindən gəlmədilər. Oradan gələndə özlərinə bir dəqiq olaraq baxsan, elə bilərsən ki, bir körpə uşaq, bələnmiş uşaq Qundaqda. Çox maraqlı bir formada yonulmuş bir daşdır o. Bilinmir ki, o necə olub, necə olmayıb. Yektar əhalisi nə vaxt gəlib? 17-ci əsrin sonlarında. Təxminən 1690-95-ci illər arası. Deməli, iki qardaş, bir bacı gəliblər, onlardan törüyüblər qalanlar orada. Orada qan davası düşüb, nəysə, bu başqa söhbətdir, bunu danışmayayım. Danışmasam yaxşıdır. Hə. Özlərinə gələndə bunu Xızının Kövxan kəndindən gətiriblər, həmin Qundaq pirini. Daşdan Qundaq. Bəli, daşdan sanki bir körpə uşaqdır, bələnib, əməlli başlı üzü, sifəti, bir də ki, adyalı belə şarfa bələnmiş formada Qundaq. Gətiriblər onu özləri ilə. Onu özlərinə gətiriblər ora. Buna da inanıblar, inancı olub. Və kimlərin ki, övladı olmayıb, indiyə qədər də hər kəs gedir ora. Oradan elə ki, Allaha dua eləyirlər, orada qurbanlıq kəsirlər, nəzir verirlər. Qundaq biri. Var bir də başqaları da var, deyim sizə. Xanagahda... Yox, mən daha çox kənd cəmaatının getdiyi. İndi kənd cəmaatı gedir də. Biz hamımız eyni cəmaatıq. Hədə belə baxanda eyni ərazidir. Eyni cəmaatıq. Hə, Xanagahda hansıdır? Xanagahda 2 dənə böyük övliya var. Pirlər var. Deməli, Pir İsa baba var, bir də Hacı Hüseyn baba. Pir Səba? Pir İsa. Pir İsa. Pir İsa baba. Pir İsa baba yaşayıb 15-16-cı əsrlərdə. Onun qəbri də oradadır indiyə qədər də. Bir də Hacı Hüseyn baba. Hacı Hüseyn baba. Bəli, Hacı Hüseyn baba təxminən 18-ci əsrdə yaşayır. Bunlar xəlvətiyyə təriqətidir? Bəli. Hər ikisi. Bu təzədir. Hacı Hüseyn baba elə ki, bu Pir İsa babanın nəslindəndir. Hacı İsa baba olub xəlvətiyyə təriqətindən. Amma bu sonra 18-ci əsrdə artıq xəlvətiyyə təriqəti qalmadığına görə sadəcə övliya olur. Onların etnik mənşəyi nə olub? İstər Pir İsa baba, istər Hacı Hüseyn baba. Yəni yerli cəmaatın. Yerli cəmaatdır bunlar. Bunlar məhz daha gəlmə deyirlər bunlar. Bunlar məhz gəlmədilər. Elə sizin kimi tatdilli. Bəli, bunlar tatdillidirlər. Deməli, Pir İsa baba ilə 3 qardaş olublar. Pir İsa baba 16-cı əsrdə məndə olan məlumata. Biri, bir qardaşı Xudatdadır, o da övliyadır. Amma təəssüf ki, adını bilməm, indiyə qədər də orada ziyarətgahdır. Bir də yuxarı kəndlərdir. Bunların şeyxi kim olub, bilmirsiniz? Çünki onlar bu ərazidə əgər məskunlaşıb, haradasa gedib o irşadı elmi öyrəniblər. Hə, bildim. Yox, bizim bildiyimiz budur ki, bunların arasında ən böyüyü Pir İsa baba olub. Ondan sonrasını da bildim. Onun məzarı var, baş daşı. Var. Böyük
Var. Hə, onda xəlvətiyyədə yəni Var. məşhur Pirsə babanın da var, Hüseyn babanın da var. Bunları nə üçün tanıyıram? Biraz belə təvazökarlıqdan uzaq olsa da, onlar mənim ana tərəfdən babalarım. Hə, aydındır. Məzhəb etibarən Şafiidir də bütün bu ətraf ərazi. Əksəriyyəti. Hənəfi var? Var, azdır. Onlar onda tat deyirlər yəni. Tatdılar. Amma Hənəfidirlər. Hə, Hənəfilər necə yarandı? Hənəfilər müstəqillik dövründən sonra yayıldı bizə. Hə, yox, mən daha çox Yox, biz ənənəvi olaraq Şafi. Bizdə ümumiyyətlə Rustov ərazisi, Rustov məscidi Şafi məscidi kimi tanınır. Cəfəri məzhəbi var? Yox. O Lahıcıdan gələnlər yəqin ola bilər, uzaq olsun. Yoxdur heç. Yoxdur. Onlar da yoxdular, yox. Onlar da hamısı elə bizim kimi sünni cəmaətidir. Aha, aydındır. Yəni bu bizim cəmaət hamısı sünnilərdir. Aydındır. Deməli bulağın soruşdu, pirin soruşdu. Əsas o mən məsələləri deyirəm. Sonra nə deyim? Qala olub. Qala olub. Yəni Rustovun qalası olub. Bax. Rustov elə bir yerdə yerləşir ki, Rustov mərkəzdədir axı. Bəli. Mərkəzdə hər zaman qorumaq üçün mütləqdir ki, təpələrdə olmalıdır qala. Ona görə də Rustovda ola bilməz. Harda var qala? Qala var Məcixacada. Məcixaca dediyim yer var ha, bax orada. Bəli. Orada Qala Ələmu qalası var. Qala Ələmu. Qala Ələmu. Mənası nədir onun? Hə, bax bu maraqlıdır. Hə. Deməli, mənası nədir? Onu iki cür məna vermək olur. Bizdə deməli tat dilində əmiyə biz əmu deyirik. Əmu tat dilində. Bunu belə də deyirlər, yəni el arasında elə belə zarafata deyirlər ki, Əli əminin qalası. Qala Əli-Əmu, yəni Əli əminin qalası. Amma əslində o deyil. Onu daha çox əlaqələndirirlər İsmaililərin Əlamut qalası ilə. Tarixi İsmaililərin Əlamut qalası yəqin ki, eşitmisiniz. Cənubi Azərbaycanda. Bəli. Onunla əlaqələnir. Qala Əlamu. Olub Bad kəndində, Bad məhəlləsində. Bad qalası. O Rustovun mərkəzi hissəsi var. Ora nə qədər məsafə var oradan qala ilə? Deməli Qala Ələmu ilə ikisi də eyni məsafədir. Təxminən deyim də sizə Məcixacaya qədər nə qədər olar oradan? 1 kilometr olar? Olar. Böyük ehtimal çünki mütləq qala olmalıdır. Çünki qədim yerdir də bura. Hə, qədim. Yəni insanların sığınmağı nöqteyi cəhətdən yaxın, yəqin ki, yaxın olub. Yaxın ərazidir. Belə çox uzaq ərazi deyil. Belə baxanda. Yəni necə elə ki, insanlar bilirsiniz bayaq bir söz işlətdik biz burada. Rustov böyük ərazi olub da, mahal olub böyük. Yəni əvvəllər mərkəz indiki məscidin ərazisi olsa da, amma Rustov sonradan çox böyük sürətlə genişlənir. Çox böyük sürətlə əhalisi də yayılıb hər tərəfə. Və eyni zamanda da mərkəz olduğuna görə digər ətraf ərazilər də heç Rustova aidiyyatı olmayan ərazilərdə Rustova şamil edilir mahal olaraq. Yəni o inzibati ərazi olaraq. Misal üçün mən sizə deyim, o Quba xanlığı dövründə Rustov mahalının ərazisi bir sərhəddi başlayırdı Buduqdan, digər sərhəddi isə gedib çatırdı düz Şeşparaya qədər. Şeşpara və Bərmək mahalı. Şeşpara haradır? Şeşpara indiki Dəvəçi, indiki Şabran rayonu, Bərməkdəki indiki Xızı rayonu. Qaladan hər hansı bir nəsə qalıb? Qalıqları qalıb, yəni belə tikinti olaraq qalmayıb. Torpaq tökülüb üstündən qalıb şey. Badda qırmızı kərpicdən olub. Yəni nə görünür? Daş necə daşdır? Çay daşıdır, yoxsa qırmızı kərpicdir? Qarışıqdır. Qarışıqdır. Çay daşı da var. Əsas çay daşıdır orada. Belə ərazi təxminən görünür, yaxından diqqətlə müşahidə eləsən. İndi meşəyə düşüb ora. Kolluqlar da düşüb. Məsələn bu Qala Əlamu dediyim yerdə, elə ki təpənin üstündədir o. Biz uşaq vaxtı yadıma gəlir, rəhmətlik Əlşan müəllim bizi ekskursiya aparardı ora həmişə. Bizim bir müəllimimiz vardı, rəhmətlik. Həmişə bizi ekskursiya aparardı. Deməli qalavuz olub. Olub. Qala 3 dənə qala olub burada. Biri Bad, deməli biri Qala Əlamu, biri Bad qalası, bir də 7 nədir şeyin Badın qutaracağından Xanıgaha tərəfə keçirsən. Yox, biri var Qalagah. Qalagah bəs adı hardan qalıb? Belə qala. Bəli, qala. Deməli o Bada çatmamış, Bad məntəqəsinə çatmamış Qalagah məhəlləsi var. O qalanın adı ilədir o. Qalagah. O da təpədədir. Bir də Badın qurtaracağında Xanagaha keçən yerdə elə ki orada da bir dənə qala olub. Təəssüf ki onun adını unutmuşam indi hal-hazırda. İstər Şirvanşahlar dönəmi ilə bağlı, istər Şirvanşahlardan sonra gələn bu belə deyək də Elxanilər, sonra Qaraqoyunlular, Səfəvilərlə bağlı hər hansı bir iz, nişanə var
Məsələn, Şirvanşahlarla bağlı nə izləniş nə var? Hə. Belə əgər biz deməli memarlıq baxımından yanaşırıqsa, yoxdur. Aha. Yoxdur, memarlıq baxımından yoxdur. Sadəcə olaraq biz hamımız bilirik ki, ərazi Şirvan ərazisi olub, Bəli. Şirvanşahlar dövlətinin ərazisi olub. Amma başqa bir formada, yəni tikili bildiyimiz qalalar da olar, başqa bir tikili. Səfəvilərlə, Nadir Şah dövrü ilə bağlı hər hansı xanlıq dövrünə əlaqə, məsələn, Quba xanlığı ilə. Hə, Quba xanlığı ilə bağlı maraqlı bir şey. Hə, buyurun. Rustovla Quba xanlığı nə əlaqəsi? Quba xanlığı deməli Quba xanı Şeyxəli xan Rusiyaya qarşı mübarizə aparır. Artıq 1806-cı ildə axı Qubanı tutur Rusiya. Amma hamısını, bütün ərazini tuta bilmir də. Şeyxəli xan dağlara çəkilir, vuruşur. 1813-cü ildən Şeyxəli xan Rusiyaya qarşı mübarizə aparanda mərkəzi Rostov olub. 1813-cü ildə. Mərkəz olaraq Rostovda oturub. Və onun da bizdə burada indi bizim oturduğumuz yerdən bir qədər aralıda, bir 200-300 metr aşağıda çayın qırağında bir məhəllə var. Lezgundi. Lezgundi. Di kənddir bizdə. Lezgundakı ləzgilərdir. Ləzgilər kəndi. Amma burada ləzgi yoxdur. Bəs nədir o? Hə, bax oradan yaranıb bu. Şeyxəli xanın ləzgi qarnizonunun yerləşdiyi məntəqədir. Aydındır. Şeyxəli xanın deməli ləzgi qarnizonu orada yerləşdirilib. Təbii ki, o vaxtlar bilirsiniz də yürüşə çıxanda ailələrlə bir yerdə çıxardılar. Orada yerləşdiriliblər. İndi orada yaşayıblar bir müddət, amma sonradan çıxıb gediblər. Amma adı saxlanılıb. Başqa xanlıqla əlaqəsi ola bilər. Rustovun. Bəli. Eşitməmisiniz heç nə? Yox, başqa xanlıqla yox. Çünki Quba xanlığının tərkib hissəsi olduğuna görə yalnız Quba xanlığı. Bizim Dərbəndlə əlaqələrimiz çox olur. Təbiidir. Bu eyni nahiyə, eyni ərazi, eyni yoldur. Belə əlamətdar bir tarixi hadisə kimi heç bir şey yəni bizə çatmır. Bəy nəsli olub burada xanlıq dövrü və yaxud Çar Rusiyası dövründə. Bəy nəsli. Kəndin Rustovun bəyi. Axı mən dedim, bizim Rostov ərazisi tarixən dövlət torpağı olub. Aydındır. Ağa, bəy, mülkədar torpağı olmayıb. Ona görə rəiyyət olub. Alimləriniz olub. Repressiyaya uğrayan. Repressiyaya uğrayan yox. Onlar haqqında məlumat. Amma belə adları olubsa Rostov alimlərinin bir neçəsinin adını çəkə bilərsiniz və harda gedib onlar oxuyublar? Dini təhsili harda alıblar? Hə, siz din alimləri Hə, din alimləri. Çünki o dövr əsasən din alimləri. Din alimləri yoxdur bizdə. Yox. Biz Sovet dövrünün alimləri var, amma ki belə Yox, ondan əvvəlki din alimləri yox. İstər xanlıq dövründə, istər xanlıqdan sonraki dövr olmayıb. Yoxdur. Çar Rusiyası dövrünə hər hansı bir Rostovda hekayə, hadisə, məsələn, Quba üsyanları olub. Hə. Orada Rostovun bir bu qonaqkənd ərazisində bilirsən qaçaqlar olub və s. Rostovda olub hələ bir hadisələr. Deməli qaçaqlar deyəndə bizim zonanın ən məşhur qaçağı Qaçaq Mayıldır. Hə, o heç. Qonaqkənd aiddir. Niyə? Yeri gəlmiş üzrən qonaqkənd cəmaəti Sinimtat cəmaətidir. Yarısı buduqludur, yarısı tatdır. Aydındır. Aha. Hamısı tat deyil. Yarısı da buduqludur, yarısı da Vahid Əhmədov oradandır da. Bəli, amma tat kəndi. O buduqlu olar yoxsa tat cəmaətinə aid? Vahid Əhmədovun özün dediyinə görə, yəni tatca danışır bu adam. Hə, danışır, dili bilir. Tatdır da. Hə. Qaçaq, Rostovdan qaçaq və yaxud bu nahiyədən, bu ərazidən. Bu ərazidən qaçaq yoxdur. Burada bir dənə ən məşhurlardan birisi. İndi nə üçün Qaçaq Mayıldan danışdım? Çünki Qaçaq Mayılın düzdür, qonaqkəndli olsa da, amma Qaçaq Mayıl axı Təngialtıda onun mağarası var axı. Ordu mübarizə aparıb axı 11-ci ordu gələndə. Bəli. Yəni ən çox mübarizə apardığı yer, döyüşdüyü yerlərdən birisi də oradır, düzdür? Bəli. Orada Rostov ərazisidir. Bəli. Tarixən. Bəli. Təngialtı. O baxımdan dedim, yəni Rostovda. Amma bizim zonada ən məşhur belə deyək də qaçaq olmayıb, amma qaçaqlar qədər nüfuzlu olan bir adam olub bizim Qamqamda. Molla Bədəl. Molla Bədəl. Molla Bədəl deyiblər ona, Molla Bədəl. Çox məşhur bir adam olub, çox belə necə deyirlər ona. Əsas fəaliyyəti nə olub onun? Nə deyirlər ona? Haqq ədalət müdafiəçisi. Hə, amma daha çox belə deyək də o qaçaqlarla əlaqəli olub da yəqin ki. O daha çox belə necə deyirlər, bir növ elə ki bir avtoritet tipli bir şey olub. Hə. Bir adam olub. Amma qamqamlandı. Qamqamlıdır, amma nə mənada həddindən artıq ədalətli insan olub.
varlı adam olub, amma həddindən artıq ədalətli insan olub, kasıblara əl tutub, yəni kimsəsizlərə kömək edib. Onu mən eşitmişəm. Rustova aid ki, Qubada müxtəlif xalqlar yaşayırdı. Məsələn, Qafqaz dilli xalqlar, sonra Gərtat dilli xalqlar, sonra mərkəzdən məsələn Azərbaycan türkcəsini danışan xalq. Ancaq Rustov və bu nahiyyə aid ənənələr ki, ancaq sizdədir. Məsələn, onu qız alıb verəndə hiss edirsən və yaxud dəfn adəti ola bilər, süfrə mədəniyyətində və s. Sizə məxsus ənənələr. İtmiş adət yox, itmiş məşğuliyyət sahələrindən birisini deyim, sonra keçək biz ənənələrə. Rustov ən çox tanınır bir quru meyvəçiliyi ilə, quru meyvə qurusu ilə, qurutmaqla məşğul olub. Bir də ki, deməli, tarix kitablarında da yazırlar bunu. Ta təxminən 20-ci əsrin 30-cu illərinə qədər tarixən Rustov tanınıb, deməli, arabacılıq üzrə ixtisaslaşıb. Rustov. Bəli, arabacılıq üzrə. Bu o vaxtlar ki, bu atın, öküzün, camışın dalınca ki, araba qoşmayıblar. Arabacılıq üzrə ən çox ixtisaslaşan bölgələrdən birisidir. Bir də xalçaçılıq üzrə. Necə ki, çiçi deyil, xalçaçılıq üzrə də ixtisaslaşmış zonalardan birisidir. İndi ki, evlənmək toylardan belə deyək. Məsələn, əvvəllər belə idi. Biz heç vaxt kənara qız verməzdilər. O aydın məsələdir də. Heç vaxt. Düzdür, qız yəni başqa yerdən evlənərdilər, amma belə deyim də sizə, sırf bəlkə Novruz bayramında o ənənə var, bəlkə Ramazanla bağlı, İslam dininlə bağlı ənənə var. Burada bir şey var. Ki siz onu başqa nə Qubanın özündə, nə də digər kəndlərdə onu görmürsünüz. Ola bilər, amma indi bəlkə yadınıza gəlmir. İndi xatırlaya bilmirəm, amma burada nə üçün xatırlaya bilmirəm əslində? Gəlin köçürmədə xüsusi bir ənənə var. Açığı deyim ki, mən bir qədər elə şeylərdə biraz naşıyam. Çünki onlar heç mənim maraqlanmadığım sahələrdir. İslam dinindən əvvəl, yəni bu ərazilərə ərəb xilafət orduları gəlməmişdən əvvəl ki, atəşpərəst olublar. Atəşpərəst olublar. Bəli. İndi də qalıb. Ayso. Atəşpərəstliklə ilə bağlı Rustovda hər hansı nişanə var? Ya həm istər ənənədə ola bilər, istərsə də bir yer. Ənənədə var. Yer var? Yox, ibadətgah tipli yox, ənənələrdə var. Məsəl üçün bizim analarımız, yoldaşlarımız lavaş çörək bişirəndə hər zaman üzərinə köz qoyarlar. Nəyin üstünə? Sacın üstünə. Bişirib qurtarandan sonra. Hə, nə deməkdir ki o? O da nə ilə bağlıdır? Bir dini, əslində o atəşpərəstlikdən gəlmə bir şeydir. Amma sonradan bilirsiniz də, indiki sonraki dövrlərdə biz İslamla əslində, yəni keçmiş Zərdüşt dini, atəşpərəstlik deməyək, Zərdüşt dini ilə İslam arasında bir sinxronlaşma gedib əslində sonradan. Yəni bunu siz də şahid olursunuz yəqin ki. Deməli, onu nə üçün eləyirlər? Ki, yemək pişirəndən, çörək pişirəndən sonra, lavaş pişirəndən sonra üstünə o yanmış közlərdən birisini qoyardılar ki, sonra bir dəfə soruşdum mən anamdan ki, bunu niyə eləyirsiniz belə? O mənə dedi ki, yəni nənələrimizdən eşitdiyimiz bir şeydir ki, şeytanlar gəlib orada sonradan çörək pişirməsinlər deyə. Bu maraqlıdır. Bunu başqa yerlərdə mən bunu heç yerdə eşitməmişəm ki, belə bir şey olsun. Başqa İslama qədər hər hansı adət, ənənə nəsə yadınıza gəlmir. İndi təəssüf ki, indi xatırlaya bilirəm. Mövzular açılsa, ola bilsin ki, xatırlayaram. Hə. Xüsusi adlar ki, ancaq sizin kənddə çoxdur. Qədimi adlar. Adam adları. Bəli. Ki, məsələn, eşidəndə deyirsən ki, bu çox qədim addır. Deməli, eramızın 359-cu ilinə aid bir döyüş var. Sasanilər dövrünə aiddir. Amid döyüşü. Amid döyüşü. Mənim qaynımın adı Amiddir. Yəni bu Azərbaycanda başqa yerdə. Amid sözünün mənası. Amid sözü sırf onun mənasını bilmirəm amma sırf yəni tat dilinə aiddir. Sasani dövründən qalmadı. Sonra siz Albaniyada Mehranilər sülaləsi eşitmisiniz. Mehranilərdə bilirsiniz. Mehran. Mehran, bəli. Bəli. Bizim kənddə Mehran adı çoxdur. Belə var. Mehran adı. Mehran ilə Sasanilərlə bağlı idilər. Sasanidir. Həmin sülalədir. Həmin sülalə. Bu ərazini idarə edən sülalə. Mehran. Bəli. Yəni bu insanların onlarla əlaqəsi yoxdur təbii ki, amma ad nəsildən nəsilə keçərək qalır da. Başqa bir ad yadınıza gəlmir xüsusi? Amid, Mehran, maraqlıdır. Xalçaçılıq qalıb? Hal-hazırda yox.
Yoxdur indi. Məsələn, çiçək, ağbil yoxdur sizdə. Yox, 90-cı illərdə vardı. Son deyim sizə, təxminən 2004-2005-ci mən çünki Qamqam məktəbinə işə gedəndə o vaxtda o Qamqamda var idi. Məsələn, sonra bir neçə nəfərlər var idi, amma sonradan yoxa çıxdı da, heç kim məşğul olmadı onunla. Çünki çox Bura aid xalça adı yoxdur xüsusi. Yox, xalçaçılıq üzrə. Kulinariya, mətbəx ancaq sizə məxsus. Taç çığırtmaz. Taç çığırtmaz. Ən məşhurumuz odur da. Ən məşhurumuz odur. Toylarda nə verilir? Yəni siz uşaqlıqdan yadınıza gələn, indi heç Öyle həmin şeylərdir, bozbaş. nə verilir? Burada indi bilirsiniz nətərdir? Mən sizə bir şey deyim. Biz elə bir dövrdə yaşayırıq indi ki, indi bütün Azərbaycanda, yəni tarix indi min illərdə Azərbaycanda bir çox xalqlar yanbayan yaşayırlar, düzdürmü? Türklər də yaşayır, Qafqaz dillilər də yaşayır, İran dillilər də yaşayır. Bundan ona nəsə bir adət keçir. Yəni biz artıq elə ki o qədər qaynayıb qarışmışıq ki, indi ayırt eləmək olmur ki, bu Azərbaycanda yaşayan türklərdə olan adətlər, bunlar onların adətləridir, yoxsa tatların adətləridir. Ləzgidə olan adət, sırf ona aiddir, yoxsa buna aiddir. Yox, mən də sırf kulinariya, məsələn, toyda verilən xüsusi ola bilər ki, sizdə. Məsələn, toyda nə verilir indi? Adi qaydada bozbaş, buğlama, sonra kabab, Plov verilir. plov verilir. Məsələn, qadınlar, indi qadınlara ayrı olur, dolma da verilir. Qadın kişi məclisi ayrıdır. Yox, yəni bir 50 il, 40 il, 60 il əvvəl necə olub? Qadınlar ayrı olub. Qadınlar tam ayrı. Yəni ayrı mağar, kişilər ayrı mağar. İndi də elədir əslində. İndi də elə. İndi də elədir. Əgər indi burada bir məsələ var. Əgər mağar qurulursa kənddə, indi bilirsiniz də adətdir. İndi insanlar keçiblər, ancaq saraylarda toy edilir. Amma kim ki kənddə, öz evində, həyətində toy edir, mağar qurursa, qadınlar üçün ayrı olur, kişilər üçün ayrı. İndi də elədir. İndi də elədir. İndiyə qədər də qalır o. Musiqiçilər muğam marağı olan cəmaət kimi dəvət eləyir? Məsələn, bir zona var, meyxanası olur, bir zona var, muğamı olur. Yox, sizdə xüsusi elə bir bizim zonada meyxanaya meyl o qədər yoxdur. Var cavanların arasında, amma təzədir. Amma bizdə meyxanaya meyl o qədər. Bəs toya nə çağırmısınız? Əvvəl kimləri çağırırlar, dəvət eləyirlər toya? Daha çox lap əvvəlki dövrləri bilmirəm, amma Sovet dövrünü bilirəm ki, yəni 50-60 il bundan qabaq məşhur xanəndələrdən çağırardılar. Məsəl üçün o müğənnilərdən çağırardılar məşhur. Məsəl üçün o muğam bilicilərindən çağırardılar. Şeydən bildiyimə görə ən son bura gələn olub rəhmətlik Balıqlan Əşrəfov. O aydındır. Uşaqlar tat dilini saxlayır, danışa bilirlər. Bizim qədər olmasa da, amma öyrənir. Burada bir şey var. Deməli, bizim məktəblərimiz Azərbaycancadır axı, yəni dövlət dilimiz Azərbaycan dilidir, məktəblərimiz də Azərbaycanca olduğuna görə uşaqlarımız daha çox evdə uşaqlıqdan Azərbaycanca danışırlar. Məktəbə gedirlər, amma bizdə maraqlı bir şey var. Bir qədər böyüyəndən sonra özləri avtomatik tat dilini öyrənirlər. Hamısı öyrənir. Maldarlıq, tərəkəmə, yoxsa daha çox əkin biçim? Tərəkəmə deyil bizdə. Tərəkəmə həyatı olmuyor. Tərəkəmə bizə aid deyil. Tərəkəmə türklərə aid. Yox, o mənada demirəm. Köçərə həyatda, yəni. O mənada demirəm, yox. Qoyunçuluq əsas olub, yoxsa maldarlıq? Maldarlıq, əkinçilik. Maldarlıq, əkinçilik. Bizimki əsas əkinçilikdir. Maldarlıq da bir o qədər yox, çünki dağ-dərədir bizdə. Olub maldarlıq və əkinçilik. Qoyun da saxlayıblar həmişə, amma belə yayla, qışlaq kimi. Əkinçilik nə əkmisiniz? Taxıl, buğda, arpa. Bir də maldarlıq, süd, bostan bitkilər, bostan, tərəvəz məhsul. Bir də ki, nədir adı, maldarlıq da məhsulları. Belə ağar, təzə süd bu formada. Bizdə yayla, qışlaq maldarlığı olmayıb. Bizdə yayla, qışlaq nə formada olub? Deyim sizə. Yayla, qışlaq da demirlər ona. Elə ki, Rustov əhalisi, tutaq ki, Rustov əhalisinin əgər burada bir evi varsa, meşədə də bir evi olub. Ev deməyiblər onu, əməlli başda ev tikməyiblər. Elə ki, torpağı qazıblar, qazma sözü oradan qalıb. Tat dilində qazma demirlər, qəzmə deyirlər, qəzmə.
orada elə ki gediblər bu meşələrin arasında həmin bağçaları, meşələri təmizləyiblər, kol-kosu təmizləyiblər, orada meyvə qurudublar və s. Yayda orada olublar, qışda gəliblər bura. Bu tipdə olub. Amma çox uzaq məsafə deyil də. Yəni meşə ilə bizim aramızda təxminən 3-4 kilometr, 5-6 kilometr, yəni dərinliyinə gedəndə. Nə yandırmırsınız? Elə odun meşədən? Meşədən. Meşələrin xüsusi adı var? Ağacların yoxsa? Yox, ağacların yox, meşə. Məsələn, filan ərazi, filan meşənin adını verirsiniz. Adla çağırırsınız meşəni. Var, hektar tərəfdə bir tərəfi adlanır Kələrafda. Nə? Kələrafda. Nə deməkdir o? Kələrafda böyük gedən yer deməkdir. Böyük gedən. Kələhə sözü bayaq da dedim. Rafta da ki, raftan sözündəndir. Raftan. Rafta sözü yəni böyük gedən. Böyük gedən yer Kələrafda. Məsələn, orada Kələrafda dediyim yerdə meşədə bir xünikə çüşmə var, bulaq var. Məşhur bulaqdır o. Xünikə çüşmə deyirik, soyuq bulaq. Azərbaycanca tərcüməsi soyuq bulaqdır. Hətta bir əvvəllər də deyirlər ki, bu Hacı Məmməd Rızanı elə ki, Sovet dövründə tutmaq üçün gələndə xəbəri olubmuş. Bir gün qabaqçıdan güya ki, Qırğızovun adını aparıb da orada başlamış. Kim olub o? Hacı Məmməd Rıza, kəndin milyoneri. Hə, olub elə. Mən bayaq soruşdum, belə bəy. Dedim mən sizə onu. Hə, onda mən Lahıcdan gəlmə dedi. Hə, o oradan gəlmə. Hə, Lahıcdan gəlmə. Həmin Hacı Məmməd Rızanın da deməli bir maraqlı bir şey var o haqqında rəvayət ki, deməli şimal zonasında yeganə insan olub ki, Çar Nikolayın yanında xüsusi deməli kreslosu olub. Məmməd Rızanın, Hacı Məmməd Rızanın o qədər varlı və nüfuzlu adam olub. Amma insanlar sevməyiblər onu. Həddindən artıq. məzarı da qalır. Xəssisi yox. Yoxdur. Burada deyil. Amma bilirdiniz ki, o Lahıcdan gəlmədi. Mən Lahıcdan gəlmədi. Mən bilirəm ki, o Lahıcdan. Cəmaatın xarakterində nə, xüsusi xarakterində nə xüsusiyyətləri var? Bizim insanların, Biraz fərqlənirlər. bizim insanlarımız deyim sizə. Biz dağ cəmaatıyıq. Biraz belə Sərtliyi baxımından. Sərt, hə, biz belə bir qədər nitqimiz də sərtdir. Biraz ola bilər ki, rəftarımız da sərt ola bilər, amma daxilən başqa oluruq, amma ki elə ki yaşadığımız bölgə elədir ki, biz buna dağ insanları bilirsiniz də bir qədər həm fiziki cəhətdən sərt olurlar, nitq cəhətdən sərt olurlar. Belə öz aranızda mehribançılıq nətərdir? Təbii çox. Nəsillər, tayfalar. İnsanlarımız çox mehribanlar bir-birlərinə. Nəsil tayfa münasibətləri qalır. Filan kəs biraz tayfa payızlığı var, biraz öz tərəfimizi tutmaq var. Deməli, nəsil məsələsi, nəsil məsələsi nətərdir? Deməli, nəsillər, məsələn, filan kəslər köklü nəsildir, filan kəslər filan nəsildir, filan kəslər öz aranızda danışırsınız bunu. Təbii ki. Bu normal. Amma ad çəkmədiniz, məsələn, filan kəslər filan nəsil. Kərim, eşitdim ki, Kərimovlar dediniz. Kərimovlar var. O böyük nəsildir onlar. Var. İndi bilirsiniz, səpələnib insanlar bir dəqiqə. Amma ki, belə ümumi danışanda biz hal-hazırda indi yadıma düşmür də. Bəs belə mən o xarakterinə görə soldum. İndi olub məsələn bir qoçu olub, bir məsələn belə bir bu tipdə adamlar olub adla. Edib məsələ yox, qaça ola bilər, qoçu ola bilər. Edib məsələ orasındadır ki, yox, qoçu olmayıb. Amma məsələ orasındadır ki, burada biraz sözün belə bir qədər yaxşı çıxmayacaq. Burada kimə baxsan hamısı qoçuluq edir. Allah kim alar. Başa düşdün nə deyirsən? Yəni burada hamı ölür dalaşmaq üçün. Yəni zarafat. Başqa yox, heç bir problem yox. Başqa nəsə bir yadınızdan çıxar nəsə ki, onu demək olar yekunlaşdıraq. Siz də gördünmü? Xoşdur. İndi hal-hazırda nə qədər əhali var? Amma Rustovun özündə də ətrafı saymayaq da, sırf kəndin özündə. Ətraf deyəndə siz biz ümumi bilirik. Yox, biz ümumi biraz nahiyələri saydıq ha, məsələn Qamqam. Elə yox da, bu Rustovun az özündə. Rustovda az. Qamqam elə Rustovun ən yaxın kəndidir. Hə, yox, indi burada neçə özündə nə qədər əhali olar? Rustovu bilmirəm axı, biz hamısını ümumi bilirik biz. 11 minə yaxın. 11 min inzibati ərazi var. İnzibati ərazi. Rustov balaca yerdir orada. Məscidin. Cəmaət şəhərə köçüb əksəri. Mən sənin ki, belə getsə 10 ildən burada Rustovda adam tapmırsan. İndi burada bir məsələ var. Nə onu bilərsən qardaş. Rustovdan köçənlər çoxdur. Qubaya köçənlər çoxdur. Məsəl üçün şəhərə Bakıya köçənlər. Qubanın aşağı tərəfi var ha. Şeydən elə ki deyim köhnə bazardan aşağı. Köhnə bazar şeydə Bildiyim elə köhnə bazar deyirik də biz. İndi Avtovağzal, köhnə bazar. İndiki nədir o şeyin arxası?
Birja tərəf. Yox, birjadan bu birisi şey nə idi o Samsung da yerləşirdi. Bildim də hansı ərazidir, bəli. İndi orada böyük market tikiblər. Aysə bax ora. Köhnə şey yox idi, avtovağzal bazar yeri. Elə ki oradan aşağı yox, oran deməyək, gəl sizə şey deyim. Elə bir ki birjadan aşağı yoxdur. Birjadan aşağı bir də ki Qafqaz petrol yox, Mübariz petrol yox, Mübariz deyil. Qafqaz Oil, Aspetrol var, Lukoil var. onlar yolun bu tərəfində qalır. O tərəfdə də çoxdur bizim Rustov cəmaəti. Bu tərəfdə də o şeyə tərəf, Vladimirovkaya tərəf olan təzə məhəllələr yoxdur. Onlar əksəriyyəti Rustovludur. Çoxu Tatar yox, indi oradan buradan gəlmə, amma əksəriyyəti Rustovludur. Xaçmazın yarısından çoxu Rustovludur. Yaxşı, tanınan bir elm xadimi. Sovet dövründə, hə. Ki adla xüsusi Rustovlu. Qiyasəddin Qeybulov. Qiyasəddin Qeybulov. Vaqif Novruzov. Vaqif Novruzov. Başqalarını deyəcəksiniz ki, məsələn, əmilərimi deyirəm, çünki onlardan başqası yoxdur. Yəni bizim nəsil biraz oxumuş nəsildir. Afar Bəşir qızı, Bəşir Səfəroğlu. Bəşir Səfəroğlu buralıdır. Əlbəttə, bax o Səro dediyim yer var ha. Bax oradandır o. Onun bu yaxından deyil. O da nətər oldu? Soruşmadınız axı. Bəşir Səfəroğlu da nətər olub gedib ha. Bəşir. Hə, tağı mən tağı. Bəşir Səfəroğlundan yekunlaşdıraq. Hə, Bəşir Səfəroğlu. Deməli Bəşir Səfəroğlunun atası tez rəhmətə gedir. Deməli Hansı məhəllədəndirlər onlar Rustovun? Rustovun özündən, çayın içindən. Çayın içindən. O Səro dediyim bulaq var ha. Bax oradan. Məscidin aşağı tərəfində çayın içindəndir onlar. Rustovun özündəndirlər. Deməli onun atası Bəşir Səfəroğlunun atası, səhv eləmirəmsə. Ya tez ölüb, yox, müharibəyə gedir, qayıtmır, səhv eləmirəmsə. Onu da saxlayır bunun deməli əmisi Səfər. Bax, onun adında Bəşir Səfəroğlu var axı. Atasının adı deyil o. Atasının adını mən bilirdim. Çox təəssüf, indi xatırlamıram. İndi bəlkə də düşər yadıma. Mahmud idi deyəsən atasının adı. Deməli onun atası tez öldüyünə görə ya müharibədə ölüb, ya da tez ölüb. Onu saxlayır əmsi Səfər. Pərvizin babası. Hələ o Pərviz düşdüyümün bir dənə düşdüyü var. Hə, Pərvizin babası Səfər. Səfər Absəlim deyirdilər bizə. Absəlim də yəni. Hə, onu saxlayır Səfər. Sonra bir müddət keçəndən bu Səfərin uşaqları çox olur. İndi o vaxtlarda insanların yaşayışı biraz çətin olub axı. Deməli bu uşağı görüb ki, sıxıntı çəkir. Qardaşın yanında da xəcalət çəkir. İndi uşağını da saxlaya bilmir. Nətər olsun. Bunun qızları olub. Oğlu səhv eləmirəmsə olmayıb Səfərin. Bir dənə Rasim idi də deyəsən oğlu. Bir dənə o idi. Qızları çox olub amma mən bildiyimə görə. Axı bu nəysə, əlqərəz bu Bəşir Səfəroğlunu verirlər internat məktəbinə. İnternat məktəbində oxuyur. Əvvəl səhv eləmirəmsə Dəvəçidə, ya Siyəzəndə, sonra gedir Bakıya. Bakıda Elmlər Akademiyasında şofer işləyir. Şofer işləyə bu teatr dərnəklərdə zəddə başlayır çıxış eləməyə. Ondan sonra bundakı istedadı görürlər, göndərirlər, gedir Moskvada oxuyur, gəlir, olur istəyir xalq artisti. Afaq Bəşir qızı tez-tez gəlirdi bura əvvəllər. Gəlib gedir də. Əvvəllər çox gəlir. Məktəbə də gəlirdi. Hə, sonra burada bir nəfər onun xətrinə dəydi də ondan sonra gəlmədi. Nə eləmişdi, nə oldu? Evet, onu deməsəm yaxşıdır. Yaxşı, çox sağ ol.